və vaxtınız xeyir. Aynesin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 10-cu oyunundayıq. Əziz 11-cilər, əgər siz də Ağıl Dəryasında iştirak etmək istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarış vasitəsilə layihəmizin prodüseri Nazim Xəliloğlu ilə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz Aynesə. Aynesin özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleshowsunda iştirak etmək hüququ qazanırsınız. Nəzərinizə çatdırım ki, Ağıl Dəryası yalnız 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan intellektual teleshowdur və tədris ilinin sonunda final oyunumuz olacaq. Final oyunumuzda qalib gələn iştirakçımızsa sürpriz hədiyyəmizi qazanacaq. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçım bir-biri ilə ağıl, bilik, savad yarışına çıxacaqlar. Lakin bir nəfər qalib olacaq. Odur ki, iştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Kənan Həsənəliyev, Bakı şəhəri 149 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə Azərbaycan Diplomatik Akademiyasına hazırlaşır. Kənan boş vaxtlarında intellektual oyunlara baxır. Şahmatla da arası yaxşıdır. Ən sevdiyi fən coğrafiyadır. Skandinaviya ölkələrində olmaq isə ən böyük arzularındandır. Nərmin İslamlı, İsmayıllı şəhəri 1 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına hazırlaşır. Nərmin boş vaxtlarında mahnıya qulaq asır. Replə arası çox yaxşıdır. Ən çox sevdiyi fən riyaziyyat, ölkə isə İngiltərədir. Hüseyin Cəfərov, Sumqayıt şəhəri 31 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə Azərbaycan Diplomatik Akademiyasına hazırlaşır. Boş vaxtlarında intellektual yarışlara baxır və ədəbi əsərlər oxuyur. Şeir yazmaq qabiliyyəti də var. Hüseynin ən çox sevdiyi şair isə Mikayıl Müşfiqdir. Aytən Verdiyeva, Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi. Üçüncü ixtisas qrupu üzrə hazırlaşır. Boş vaxtlarında mahnı oxuyur. Sezen Aksu ən çox sevdiyi müğənnidir. Aytən Kanadada olmağı çox arzuluyur. Kimya ilə heç arası yoxdur. Ağıl Dəryasında qalibiyyətə çox inanır. Hüseyin Cəfərli, Bakı şəhəri 9 saylı tam orta məktəb. Birinci ixtisas qrupu üzrə İqtisad Universitetinə hazırlaşır. Boş vaxtlarında xəbərlərə və futbola baxır. Sevdiyi futbol komandası Qarabağdır. Hüseyin Rusiyada olmaq istəyir. Musiqi ilə heç arası yoxdur. Şəbnəm Qasımova, Bakı şəhəri Zərfə Əliyev adına lisey. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinə hazırlaşır. Boş vaxtlarında intellektual verilişlərə baxır. Şəbnəmin böyük arzularından biri İtaliyada olmaqdır. Ən çox sevdiyi fən ingilis dilidir. Tarixi şəxsiyyətlər arasında Məhəmməd Əmin Rəsulzadəni bir pillə üstün tutur. Bənövşə İsmayılova, Bakı şəhəri 74 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına hazırlaşır. Boş vaxtlarında musiqiyə qulaq asır və bədii kitablar oxuyur. Bənövşə coğrafiyanı çox sevir. Amma kimya haqqında bu sözləri demək olmaz. Fransada olmaq isə ən böyük arzusudur. Arzu Rəşidli, Bakı şəhəri 294 saylı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Azərbaycan Diplomatik Akademiyasına hazırlaşır. Boş vaxtlarında Ağıl Dəryasına baxan Arzunun ən böyük arzularından biri İngiltərədə olmaqdır. Oruç Pirəliyev, Şuşa rayonu 7 saylı orta məktəb. Beşinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşır. Aktyor olmaq arzusunda olan Oruç boş vaxtlarında musiqi dinləyir. Sevdiyi fən Azərbaycan dilidir. İtaliyada olmaq ən böyük arzularındandır. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq. Düzgün cavabı seçə bilməyiniz üçün sizə müəyyən vaxt verəcəm. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz. Qonq səsindən sonra düzgün bildiyiniz cavabı seçib göstərə bilərsiniz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız ənənəvi milli mahnı və musiqilərlə bağlıdır. Birinci turda ən çox suala düz cavab verən 6 iştirakçı ikinci tura keçə biləcək. Diqqətli olun, birinci turun birinci sualı belədir. Aşağıdakılardan hansı cücü yeyən məməlilərin yumurta qoyan məməlilərdən fərqli cəhətlərindən biridir? Tük örtüyünün olması, balanı südlə bəsləmə, süd vəzilərinin olması, yoxsa bətin daxili inkişaf? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci sualımıza 3 nəfər düz, 6 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı D, bətin daxili inkişaf olacaqdır. İkinci sualımız belədir. Sürtünmə əmsalının vahidi hansıdır? Newton, kilogram, adsız kəmiyyət, yoxsa saniyə? Buyurun, vaxt getdi. Vaxt bitdi. İkinci
2-cü sualımıza 4 nəfər səhv, 5 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı C adsız kəmiyyət olacaqdı. 3-cü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 3-cü sualdan sonra 1-ci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Diqqətli olun. Sualımız belədir. Əhalinin sürətli artımı necə adlanır? Demoqrafik inqilab, demarkasiya, demoqrafik böhran, yoxsa demoqrafik partlayış? Buyurun, vaxt getdi. Vaxt bitdi. 3-cü sualımıza nə az, nə çox 9'unuz da düz cavab vermişsiniz və bu alqışlar da sizin üçündür. Düzdür, asan sualıydı. Amma nə olsun, 9 nəfər iştirakçımızın 9'u da sualımıza düz cavab verib və sualımızın düzgün cavab variantı D demoqrafik partlayış olacaqdı. 1-ci turun ilkin nəticələri isə belədir. Şəbnəm 3 xalla 1-ci sən, Kənan, Hüseyin Cəfərov, Aytən, Hüseyin Cəfərli, Bənövşə və Arzu. Sizin hərənizin 2 xalı var və sıralamanı bu cür davam etdirirsiniz. Nərmin 1 xalla 8-ci sən, Oruc 1 xalla 9-cu sən. Və 4-cü sualımız belədir. Əlvahi İntibah poemasının müəllifi kimdir? Nəriman Nərimanov, Məhəmməd Hadi, Nəcəf bəy Vəzirov, yoxsa Əli Nəzmi? Buyurun, vaxt getdi. Vaxt bitdi. 4-cü sualımıza 6 nəfər düz, 3 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B Məhəmməd Hadi olacaqdı. 5-ci sualımız ise belədir. Bu ölkələrdən hansı Vaşinqton konferansında hərbi donanma arasında nisbət müəyyənləşdirən 5 dövlətdən biridir? Yaponiya, Çin, SSR, yoxsa Almanya? Buyurun, vaxt getdi. Vaxt bitdi. 5-ci sualımıza 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A Yaponiya olacaqdı. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra 1-ci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Mənim fikrim orada yazı taxtasında idi. Cümləsində əlavə nəyə aiddir? Zərfliyə, tamamlığa, xəbərə, yoxsa mübtədaya? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza 2 nəfər səhv, 7 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı C xəbərə olacaqdı. 1-ci turun 6-cı sualından sonra nəticələriniz belədir. Aytən və Şəbnəm, hərənizin 5 xalı var, 1-ci, 2-ci yeri bölüşdürürsünüz. Bənövşə və Arzu, sizin səhərənizin 4 xalı var, 3-cü, 4-cü yeri bölüşdürürsünüz. Nərmin, Hüseyin Cəfərov, Hüseyin Cəfərli və Oruc. Sizin hərənizin 3 xalı var, ardıcıllığı bu cür davam etdirirsiniz. Kənan 2 xalla sonuncusan. 7-ci sualımız belədir. Əruz vəzninin hansı bəhri xoşa gələn avaz, gözəl səs, cəhcəh mənasını verir? Rəməl bəhri, həzəc bəhri, xəfif bəhri, yoxsa münsərih bəhri? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 4 nəfər düz, 5 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B həzəc bəhri olacaqdır. 8-ci sualımız belədir. Natrium metalının kristal qəfəsi hansı tipdə birləşir? Atom, iyon, molekulyar, yoxsa metal? Buyurun, vaxt getdi. Vaxt bitdi. 8-ci sualımıza 3 nəfər düz, 6 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B iyon olacaqdı. 9-cu suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. İndi biləcəyik görək kim ingilis dilini bilir, kim bilmir. Sualımız belədir. Nöqtələr. The children at this school are under 11 years old. Most of, during, at, yoxsa on? Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza, ingilis dili ilə bağlı olan ənənəvi sualımıza 6 nəfər düz, 3 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı A most of
olacaqdır. 10-cu sualımız da ənənəvi sualdır. Burada milli mahnı və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. Görək kim bayağı mahnıları dinləyir, kim milli mahnıları dinləyir. 10-cu sualımıza, milli mahnı və musiqilərlə bağlı olan sualımıza 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. Tofiq Quliyev olacaqdı. Mahnının adı Axşam mahnısı adlanırdı və siz bu mahnını həmişə yaşar sənətkarımız Şövkət Ələkbərovanın ifasında dinlədiniz. Mahnının sözləri isə Zeynal Cabbarzadəyə məxsus idi. Birinci turun yekun nəticələri belədir. Aytən və Şəbnəm, hərənizin 8 xalı var, birinci, ikinci yeri bölüşdürürsünüz və artıq ikinci turdasınız. Sizi təbrik eləyirəm. Arzu 6 xalla 3-cüsən, Bənövşə 5 xalla 4-cüsən. Siz də artıq ikinci turdasınız. Sizi də təbrik eləyirəm. Kənan, Nərmin, Hüseyin Cəfərov, Hüseyin Cəfərli və Oruc. Sizin hərənizin 4 xalı var. Sizin 5-inizdən yalnız 2 nəfər ikinci tura keçə biləcək, əlavə sual turuna qaldınız. Kənan, Nərmin, Hüseyin Cəfərov, Hüseyin Cəfərli və Oruc. Əlavə sual turuna qaldınız. Sizin 5-inizdən yalnız 2 nəfər ikinci tura keçə biləcək. Diqqətli olun, əlavə sualımız belədir. Məhəmməd Füzulinin Şah İsmail Xətaiyə ünvanladığı əsəri hansıdır? Səhhət və Mərəz, Rindu Zahid, Bəngübadə, yoxsa Çay dəstgahı? Buyurun, vaxt getdi. Vaxt bitdi. 5 nəfər iştirakçımızdan 2 nəfər əlavə sualımıza səhv cavab verdi. Nərmin və Hüseyin Cəfərli. Çox təəssüf ki, bu sizsiz. Sualımızın düzgün cavab variantı C. Bəngübadə olacaqdır. Hüseyin, Kənan və Oruc. Üçünüz də əlavə sual turundasınız. Üçünüzdən yalnız 2 nəfər ikinci tura keçə biləcək. Diqqətli olun, sualımız belədir. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçası nə adlanır? Müstəvilik, yer dəyişmə, tərpənməz blok, yoxsa radius? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq ikinci tura keçən 2 iştirakçımızın adı da mənə bəllidir. Oruc, çox təəssüf ki, bu sən deyilsən. Əlavə sualımıza səhv cavab verdin. Sualımızın düzgün cavab variantı B. Yer dəyişmə olacaqdı. Kənan və Hüseyin, sizi təbrik eləyirəm. Siz artıq ikinci turdasınız. Ağıl Dəryasının ən gərgin, ən həyəcanlı turu olan ikinci tura başlayırıq. Hansı ki, bu turda iştirakçılarımız sözün əsl mənasında çaşqınlıq keçirirlər. Ekrana yaxın əyləşin. Artıq ikinci turdayıq. İkinci tura keçməniz münasibətilə sizi təbrik eləyirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə bilit suallar təqdim eləyəcəm. Çalışın ki, suallara düz cavab verəsiniz, gərginləşməyəsiniz, həyəcanlanmayasınız. Çünki adətən iştirakçılarımız qeyd edirlər ki, ikinci turda həyəcanlanırıq, gərginləşirik və s. və ilaxır. Təbii ki, mən bunların əksəriyyətini bəhanə kimi qəbul edirəm. Çünki ikinci turda səsləndirdiyim suallar dərslik kitablarından, testlərdən salınmış suallardır. Sadəcə təmkinli olmaq lazımdır, soyuqqanlı olmaq lazımdır ki, sualları mənimsəyib cavab verəsiniz. Düz cavablarının sayı çox olan 3 iştirakçı 3-cü tura keçəcək. Diqqətli olun. İkinci tura Aytən sənlə başlayacağıq. Əhvalın necədir? Çox sağ olun, yaxşısınız, necəsiniz? Biz də yaxşıyıq. Nəşə olmaq istəyirsən? Hüquqşünas. Niyə məhz hüquqşünas? Səmimi desəm, birinci maaşdır, yəni həm çox maaş. Hüquqçuların maaşı çox olur. Məncə elədir. Sizcə elədir. Bugün Azərbaycanda vətəndaşların hüququ tam qorunurmu? Xeyr, tam qorunmur. Yaxşı, hüquq pozuntuları harda qeydə alınır adətən? Əsasən elə, məsəl üçün, universitetlərdə, imtahanlarda, bəlkə yaxşı oxuyan uşağın qiymətini kəsirlər, lakin pis oxuyansa pul verib keçir. Redaktorumuz mənə qeyd edir ki, sənin mahnı oxumaq istedadında var. Bəli. Musiqi ilə məşğul olursan, yoxsa necə? Yox, sadəcə uşaq vaxtından mən səsim var, oxumağa bacarım. İştirakçı dostların üçün, bizim üçün və tamaşaçılarımız üçün hansı mahnı ifa edə bilərsənmi? Bəli, ifa eləyim. Buyurun. Gəlmişəm otağına, oyadam səni, qara giləm, oyadam səni. Nə gözəl xəlq eləmiş,
yaradan səni, Qaragiləm, yaradan səni. Götürüb mən qaçaram, aradan səni, Qaragiləm, aradan səni. Qızıl güləy əsdi, səbrimi kəsdi. Qızıl güləy əsdi, səbrimi kəsdi. Sil gözün yaşın, Qaragiləm, ağlama bəsdi. Sil gözün yaşın, Qaragiləm, ağlama bəsdi. Xoşunuza gəldi oyunçu iştirakçınız, yoldaşınızın ifası? Bəs niyə alqışlamırsınız? Təşəkkür edirəm Aytən ifana görə və cəsarətinə görə. Hazırsansa başlayaq. Aytən, bir dəqiqə vaxtın getdi. Hansı dövlətin konstitusiyası ilk dəfə olaraq hakimiyyətin 3 yerə bölünməsini təsbit etdi? Fransa. Amerika Birləşmiş Ştatları. Paxlalların çiçək tacı oturmuş kəpənəyə oxşadığına görə onlara başqa hansı ad verirlər? Kəpənək çəkilər. Düzdür. Saatın saat əqrəbinin dövr etmə periodu nə qədərdir? 1 saniyə. 12 saat. Britaniya adaları hansı okeanda yerləşir? Atlantik okean. Düzdür. İngilis dilində sərnişin sözü necə səslənir? Düzdür. Manama şəhəri hansı ölkənin paytaxtıdır? Pas. Bəhreyn. Hansı ədəbi xadimimiz Mirzə Fətəli Axundzadəyə bax rədifli məktub yazıb? Qasım bəy Zakir. Düzdür. Gölməçədəki göl ilbizləri və anadontalarda cəmi 40 sifon və 40 ayaq varsa onlarda neçə baş olar? 2. 20. 1724-cü ildə imzalanan İstanbul müqaviləsinə görə Rusiya Osmanlının hansı müqavilənin şərtlərini təsdiq etməsinə nail oldu? Peterburq müqaviləsinin. Düzdür. Bədii əsərdə işlədilən mübaliğənin əksi olan ifadə vasitəsinə nə deyilir? Litosa. Düzdür. Aytən, bir dəqiqə ərzində 10 sual səsləndirdim. Sən isə 6-sına düz cavab verdin. Bunu normal nəticə hesab eləmək olar. İndi 5 iştirakçıdan sonra biləcəyik ki, görək 3-cü tura keçə biləcəksən, yoxsa yox. Növbəti iştirakçımız Şəbnəm, sən əhvalı necədir? Yaxşıyam. Necə olmaq istəyirsən? Dəqiq qərar verməmişəm. Yaxşı, neçənci qrup hazırlaşırsan? 3-cü qrup. Ən çox hansı fənni yaxşı oxuyursan? İngilis dili. Bəlkə elə ingilis dili müəlliməsi olasan? Fikirləşməmişəm. Niyə müəllim olmaq istəmirsən? Çətin sənətdir ona görə. Çətin sənətdir, yoxsa məvacib azdır? Yox, çətin sənətdir. Hazırsansa başlayaq. Şəbnəm, bir dəqiqə vaxtın getdi. İşıq şüaları insan gözünün hansı qişasında sinir impulslarına çevrilir? Torlu qişa. Düzdür. Fransada fransizmi kim yaradıb? Pas. Eduard Daladier. Soyuq Kamçatka cəryanı hansı okeandadır? Sakit okean. Düzdür. Maddi nöqtənin çevrə üzrə dövr etmə periodunu 5 dəfə azaltdıqda dövr etmə tezliyi necə dəyişər? Dəyişməz. 5 dəfə artar. Ədəbiyyatımızda dramaturgiyanın əsasını kim qoyub? Axundzadə. Düzdür. İngilis dilində dondurma sözü necə səslənir? Ice cream. Düzdür. Cümlədə ismi əvəz edib onun yerində işlənən sifətlər necə adlanır? İsimləşmiş sifətlər. Düzdür. Heydər Əliyev neçənci ildə ikinci dəfə Azərbaycanın prezidenti seçildi? 98. Düzdür. Bangkok hansı ölkənin paytaxtıdır? Paytaxt deyil. Tayland. 20 dəqiqə ərzində saatın saniyə əqrəbi neçə dəfə dövr edir? Pas. 20. 17-ci əsrdə Asiyanın ən böyük bazarı olan Qeysəriyyə bazarı hansı şəhərdə yerləşirdi? Təbriz. Düzdür. Şəbnəm, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sən isə 7-sinə düz cavab verdin. Yaxşı nəticə hesab eləmək olar. İndi birazdan biləcəyik, görək. 7 düz cavabla 3-cü tura keçə biləcəksən, yoxsa yox. Növbəti iştirakçımız Arzu, sən əhvalı necədir? Yaxşıyam, sağ olun, necəsiz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Siyasətçi. Siyasətçi olmaq istəyirsən. Azərbaycanda siyasətçi olmaq istəyirsən. Bu yaxşı istəkdir. Bugün dünyanın siyasi vəziyyəti səni qane eləyirmi? Xeyr. Niyə? Çünki hələ də işğal olunmuş torpaqlarımız qalıb da, yəni. Onlar azad olmayıb. Buna görə. Yaxşı, nə etmək lazımdır ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın? Yaxşı siyasət yürüdüb, beynəlxalq müstəvidə, yəni bu ermənilərin yalantısı siyasətlərini ifşa eləmək. Onda belə çıxır ki, biz hələ ki yaxşı siyasət yürüdə bilmirik. Normal yürüdürük elə ki. Millət vəkili olmaq istəyərdin? Elə mənim də arzum budur, millət vəkili. Millət vəkili olsan, kimə gün ağlayacaqsan? Özünə yoxsa seçicilərinə?
Seçicilərimə yəqin ki. Hazırsansa başlayaq. Arzu, bir dəqiqə vaxtın getdi. Təmizlik sözü hansı nitq hissəsindən əmələ gəlib? Sifət. Düzdür. 2003-cü ildə Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin İraqa girməsi nəticəsində kimin hakimiyyətinə son qoyuldu? Pas. Səddam Hüseynin sağlam insanda 10 gün ərzində nə qədər təzə tük çıxır? Pas. 1000. Bir cins maqnit sahəsində hərəkət edən naqildə induksiya cəryanı hansı qüvvənin təsiri ilə yaranır? Cazibə. Cazibə. Lorentz qüvvəsinin ingilis dilinə sakit okean necə tərcümə olunur? Pacific Ocean. Düzdür. Ədəbiyyatımızda çobanlar tərəfindən söylənən qoyunçuluq nəğmələri necə adlanır? Həyat sözləri. Düzdür. Bern hansı dövlətin paytaxtıdır? Heç birinin. İsveçrə. Əlamətin müxtəlif mühit şəraitində üzə çıxan və genotip tərəfindən nəzarət edilən dəyişkənlik hüdudları necə adlanır? Pas. Reaksiya norması. Hansı rəngli işıq dalğası üçün mühitin sındırma əmsalı ən kiçikdir? Qara. Qırmızı. 1919-cu ildən 1933-cü ilə qədər Almaniya necə adlanırdı? Respublika. Respublika. Daha dəqiq Parlament. adı lazımdır. Nə respublika? Almaniya Respublikası. Almaniya Respublikası. Yəni inzibati quruluşu soruşmuruq. Həmin illərdə Almaniya necə adlanırdı soruşuruq. Weimar Respublikası. Arzu, bir dəqiqə ərzində 10 sual səsləndirdim. Sən isə 3-ünə düz cavab verdin. Bu 3 düz cavab səni 3-cü tura aparacaq, yoxsa yox, bunu bilmirəm. İndi birazdan biləcəyik. Ağıl Dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra gərgin bilik mübarizəmiz davam eləyəcək. Növbəti iştirakçımız Bənövşə, sən əhvalı necədir? Yaxşıyam, sağ ol. Nəşə olmaq istəyirsən? Diplomat. Harda təmsil eləmək istəyirsən ölkəmizə? Türkiyə. Niyə məhz Türkiyə? O ölkədən xoşum gəlir. Turist kimi getmək istəyirsən ora? Yox, əlaqələrindən, yəni Azərbaycanla Türkiyə əlaqələrinə görə. Olmazmı ki, Azərbaycanla əlaqəsi o qədər də sıx olmayan bir ölkəni seçəsən? Məsələn, Hindistan, İndoneziya, Uganda və s. ölkələr. Yəni, Türkiyə ilə onsuz da münasibətlərimiz yaxşıdır. Onlar çox çətin olar. Bugün Türkiyədəki vəziyyət, siyasi vəziyyət sənə nə deyir? Vəziyyətin getdikcə çətinləşdiyini deyir. Çünki baş verən hadisə, terror hadisələri artıq dünyadakı hadisələrlə xəbərçisi kimidir. Seriallardakı Türkiyəni sevirsən, yoxsa real Türkiyəni? Real Türkiyəni görməmişəm. Sən seriallara baxmısan, oradakı evlər, maşınlar, oradakı həyat tərzi səni cəzb eləyib və sən elə başa düşürsən ki, Türkiyə o seriallardakı kimidir. Bəlkə gedib görsəm fikrim dəyişir. Məncə də müəyyən mənada fikrin dəyişəcək. Çünki o seriallardakı rəngli həyat heç Marsda belə yoxdur. Hazırsansa başlayaq. Bənövşə, bir dəqiqə vaxtın getdi. Bizans və Səlcuq ordusu arasında Malazgirt döyüşü neçənci ildə baş verib? 1071. Düzdür. İlk dəfə quruya çıxmış bitkilər hansılardır? Kserofitlər. Psilofitlər. Arid zonalarda torpaqların suvarılması necə adlanır? İriqasiya. Düzdür. Şərt budaq cümləsi hansı şəkilçi ilə baş cümləyə bağlanır? Sase. Düzdür. Elektrodinamikanın sükunətdə olan elektrik yüklü cisimlərin xassələrini öyrənən bölməsi necə adlanır? Elektrodinamika. Elektrostatika. İngilis dilində incəsənət sözü necə səslənir? Art. Düzdür. Şah İsmail Xatayinin hansı poemasında Bahariyə adlı hissə var? Pas. Dəhnamə. 1850-1864-cü ildə Çində baş verən Taypinlər hərəkatının rəhbəri kim idi? Pas. Xuan Sütsuan. Bamako hansı ölkənin paytaxtıdır? Pas. Mali. Hudzon körfəzi hansı materikin ərazisinə daxildir? Şimali Amerika. Düzdür. Yarpaqlı və tumurcuqlu cavan gövdə hissəsi necə adlanır? Pas. Zoq. Bənövşə, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 5-inə düz cavab verdin. Normal nəticə hesab eləmək olar, amma diplomat olmaq üçün kifayət etmir bu nəticə. Çalış, nəticəni yüksəlt. Növbəti iştirakçımız Kənan, sən əhvalı necədir? Sağ olun, siz necəsiniz? Biz də yaxşıyıq. Məktəbinizdə vəziyyət necədir? Yaxşı. Niyə yaxşıdır? Yaxşı olması üçün nə tələb eləyirlər sizdən? Məktəbdə vəziyyət yaxşıdır, hər şey normaldır, dərslər yaxşı keçilir. Məktəbiniz təmir olunubmu? Xeyr, təmirsiz məktəbdir. Və niyə yaxşıdır vəziyyət? Optimist fikirləşirsiniz və bu sizin vəziyyətinizi yaxşı eləyir? Yox, dərslərin keçirilməsi ilə bağlı. Dərslər yaxşı keçilir. Təhsil səviyyəsinə görə. Hazırlıqlara nə qədər pul xərcləyirsən ayda? 200-250 manat arası. Hər fəndən 50 manat düşür. Olmazdımı ki, hazırlıqlara getməyəsən, özün evdə hazırlaşasan, oxuyasan, mütaliə eləyəsən və
qəbul imtahanına gedəsən? Düzün desəm, hazırlıqlar üzrə daha məsuliyyətlə çalışırıq. Yəni bu səbəbdən Müəllim nəzarəti vacibdir Müəllim deyirsən. nəzarəti- Hazırsansa başlayaq. başlayaq. Kənan, bir dəqiqə vaxtın getdi. Sözdəki hecalardan birinin qüvvətli tələffüzünə nə deyilir? Vurğu. Düzdür. Ərəb xilafətində Əməvilər sülaləsindən sonra hakimiyyətə hansı sülalə gəldi? Pas. Abbasilər sülaləsi zəif elektromaqnit rəqslərini gücləndirmək Pas, üçün pas, hansı pas. cihazdan istifadə edilir? Tranzistor. Yer kürəsində sahəsinə görə ikinci materik hansıdır? Afrika. Düzdür. İngilis dilində şərəf sözü necə səslənir? Pas. Ona. Qaranlıqda dərinin hansı funksiyası zəifləyir? Pas. Sintetik. Hansı şifahi xalq ədəbiyyatı şəklinə bilməcədə deyilir? Tapmaca. Düzdür. 1242-ci ildə Aleksandr Nevski hansı Pas, döyüşdə Almanları məğlub edib? Buz döyüşündə Küveytin paytaxtı hansı şəhərdir? Doha. Küveyt. Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisim necə adlanır? Pas. Maddi nöqtə. Hansı vəzi insanda glukozanı glikogenə çevirən hormonu hazırlayır? Mədaltı vəzi. Düzdür. Rəşid bəy və Səadət xanım əsərinin müəllifi kimdir? Pas. İsmail bəy Qutqaşınlı. Şəxs əvəzlikləri kəmiyyətcə neçə cür olur? Kəmiyyət neçə cür olur? 2 cür. Düzdür. Kənan, bir dəqiqə ərzində 13 sual səsləndirdim. Sənsə 5-inə düz cavab verdin. İndi Hüseynin cavablarından sonra biləcəyik 3-cü tura keçirsən, yoxsa yox. Hüseyin, əhvalın necədir? Çoxsan, yaxşıyam. Sən nəçə olmaq istəyirsən? Mütləq fikrim yoxdur. Düz eləyirsən, niyə tələsirsən ki? Hələ tədris ilinin sonuna çox var. Bəs Bəli. evdəkilər necə istəyir? Səndən Onların tələb nəticə. eləyirlərmi ki, bax filan peşənin sahibi ol? Hə, deyirəm, müəyyən peşələr var. De görək, hansılar da olar? Məsələn, bank işçisi. Tutaq ki, bank işçisisən və insanları bəxtəvər eləyib onlara kredit verirsən. Onlara neçə faizlə kredit verərdin? Hardasa 9. 9 faizlə. Yaxşıdır. Çünki indiki kredit faizləri çoxdur. Bilirsənmi Bilirəm. kredit faizləri nə qədərdir indi? Yox, Bilmirsən. qiymətini bilirəm. Görək indi suallarımızdan məlumatın var, yoxsa yox. Hazırsansa başlayaq. Hazır. Hüseyin, bir dəqiqə vaxtın getdi. Yuli Sezar neçənci ildə Brut tərəfindən təşkil olunan sui-qəsd nəticəsində öldürüldü? Az. Bizim eramızdan əvvəl 44-cü ildə. Çoxalmanın hansı formasında yalnız bir cinsi hüceyrə iştirak Az. edir? Partenogenez. Müəyyən ərazi üçün səciyyəvi olan çoxillik hava rejimi necə adlanır? İqlim. Düzdür. Mirzə Fətəl Axundzadə poetik əsərlərini hansı təxəllüslə yazıb? Pas. Səbuhi. İngilis dilində macəra sözü necə səslənir? Scenary. Adventure. Slovakiyanın paytaxtı hansı şəhərdir? Sloveniya. Bratislava. 1974-cü ildə Pas. Fransada kim baş naziri oldu? Jacques Chirac. Cümlələr məqsəd və intonasiyaya görə neçə növ ayrılır? 3. 4. Dövrədə cəryan şiddətini tənzimləmək üçün nədən istifadə olunur? Ampermetr. Reostatdan. Cuş qıl müxəmməsinin müəllifi kimdir? Pas. Seyid Əzim Şirvani. İnsanda onurğanın qeyri-normal önə əyilməsi necə adlanır? Pas. Patoloji lordoz. Hüseyin, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sənsə birinə düz cavab verdin. Ola bilər ki, gərginləşdin, həyəcanlandın, amma asan suallar da var idi. Bunları da tapa bilmədin və buna görə də nəticən biraz aşağı oldu. Çalış, nəticəni yüksəlt. İkinci turun yekun nəticələri belədir. Şəbnəm 7 xalla birincisən və artıq 3-cü turdasan, səni təbrik eləyirəm. Aytən 6 xalla ikincisən, sən də 3-cü turdasan. Bənövşə və Kənan, sizin hərənizin 5 xalı var, əlavə sual turuna qaldınız. İkinizdən yalnız biri 3-cü tura keçə biləcək. Arzu 3 xalla 5-cisən, Hüseyin 1 xalla sonuncusan. Bənövşə və Kənan, əlavə sual turundasınız. İkinizdən bir nəfər 3-cü tura keçəcək. Diqqətli olun, sualımız belədir. Bunlardan hansı mürəkkəb maddədir? Kükürt, kömür, qrafit, yoxsa ammonyak? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq 3-cü tura keçən son iştirakçımızın adı mənə məlumdur. Kənan, sən əsl centilmen kimi davrandın və əlavə sual turumuzda məğlub oldun. Sualımızın düzgün cavab variantı D. Ammonyak olacaqdı. Bənövşə, səni təbrik edirəm. Sən artıq 3-cü turdasan. Böyük maraq və səbirsizliklə gözlədiyiniz, qalibimizi təyin edəcəyimiz 3-cü tura başlayırıq. Diqqətiniz bizdə olsun. Şəbnəm, Bənövşə və Aytən. 3-cü turdasınız. Çox nadir hallarda 3 xanım iştirakçımız 3-cü tura qalır.
Yəni bunu şəxsən bizim yaradıcı heyətimiz çox yüksək dəyərləndirir və sizə təşəkkürümüzü bildiririk ki, oyunumuza qatıldınız, cəsarətli oldunuz və yaxşı nəticə göstərib 3-cü tura gəlib çıxdınız. 3-cü turun qaydaları isə belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hər ərinizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala, yəni öz sualınıza düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Əgər öz sualınıza pas desəz, öz sualınıza səhv cavab versəz, buna görə hesabınızdan xal çıxılmayacaq. Oyunçu yoldaşınız öz sualına pas desə, səhv cavab versə, onun sualına düz cavab verəcəyiniz halda hesabınıza 3 xal yazılacaq. Həmçinin hesabınızda xal varsa və oyunçu yoldaşınızın da sualına səhv cavabı verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Buna görə risk edib etməyəcəyinizi yaxşı-yaxşı düşünün. 3-cü turda sizin dünya görüşünüzü, informasiya bolluğunuzu və həmçinin məntiqinizi yoxlayacağıq. Çalışın ki, diqqətli olub, risk edib etməyəcəyinizi yaxşı-yaxşı düşünün. 3-cü turun birinci kateqoriyası ən yaxşı müdafiə hücumdur adlanır. Ən yaxşı müdafiə hücumdur kateqoriyasının birinci sualı Şəbnəm sənə səslənir. Sual belədir. Bu döyüş sənəti SSRİ-də təkmilləşdirilib. Özündə mübarizə ilə idmanı birləşdirən özünü qoruma sistemidir. Adı rus dilində silahsız özünü müdafiə sözlərinin ixtisarından düzələn və müasir idman növlərindən biri olan bu döyüş sənəti hansıdır? Pas. Buyur Bənövşə. Pas. Buyur Aytən. Karate. Səhv cavabdır. Çox asan sual idi, amma xanım olduğunuzu nəzərə alsaq, bu suala cavab verməməyiniz normaldır. Söhbət sambodan gedirdi. Çox təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Ən yaxşı müdafiə hücumdur kateqoriyasının ikinci sualı Bənövşə sənə səslənir. Sual belədir. Bu nazirlik Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən Prezidentin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun müdafiə, radioelektronika, cihazqarmə sənayeləri sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyət orqanıdır. Bakıda Mətbuat Prospekti 40 ünvanında yerləşən həmin nazirlik hansıdır? Azərbaycan Respublikası Müdafiə Nazirliyi. Səhv cavabdır. Buyur Aytən. Pas. Buyur Şəbnəm. Sənaye Nazirliyi. Nə sənayesi? Müdafiə sənayesi. Tamamilə doğrudur. Düz cavab verdim. Azərbaycan Müdafiə Sənayesi Nazirliyidir. 3 xal hesabına yazdırdım. Ən yaxşı müdafiə hücumdur kateqoriyasının son sualı Aytən sənə səslənir. Sual belədir. Bu şəxs milli mətbuatımızın yarandığı ildə doğulub. Hazırda Bakıda onun adına prospekt var. Həmin prospektdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, həmçinin Respublika Talassemiya mərkəzi yerləşir. O tarixi Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri kimi düşüb. Söhbət kimdən gedir? Daxan Xoyski. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Ən yaxşı müdafiə hücumdur kateqoriyasından sonra nəticələriniz belədir. Bənövşə 0 xalım var, Aytən 2 xalım var, Şəbnəm 3 xalla hələlik birincisən. İkinci kateqoriyamız Allah qapınızı açsın adlanır. Allah qapınızı açsın kateqoriyasının birinci sualı Şəbnəm sənə səslənir. Sual belədir. 1902-ci ildə anadan olan bu şəxs şair, yazıcı, rəssam, senarist və dramaturq, həmçinin ictimai xadimdir. İlk dəfə gecə gələn Telegram şeir toplusuna görə 5 il həbs cəzası alıb. Beynəlxalq sülh mükafatı laureatıdır. O hətta Bakıda da olub və Neft Akademiyasında tələbələrlə görüşüb. Ümumilikdə ömrünün 36 ilini həbsdə keçirən həmin şəxs kimdir? Pas. Buyur Bənövşə. Pas. Buyur Aytən. Pas. Söhbət Nazim Hikmətdən gedirdi. Çox təəssüf ki, heç biriniz bu sualı düz tapa bilmədiniz. Allah qapınızı açsın kateqoriyasının ikinci sualı Bənövşə sənə səslənir. Sual belədir. Bu şəxsə 1964-cü ildə ömürlük həbs cəzası kəsilib. Sonraki 12 ay ərzində anası vəfat edir və oğlu öldürülür. Yalnız 1990-cı ildə həbsdən buraxılır. Cənubi Afrikanın ilk qaradərli prezidenti kimi tarixə düşən bu şəxs 95 yaşında vəfat edib. Ömrünün 27 ilini həbsdə keçirən həmin şəxs kimdir? Pas. Buyur Aytən. Pas. Buyur Şəbnəm. Söhbət Nelson Mandela'dan gedirdi. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Allah qapınızı açsın kateqoriyasının son sualı Aytən sənə səslənir. Sual belədir. Bu şəxs döyüş idman növlərindən birinin ən məşhur simalarındandır. 6 ildən çox həbsdə olub.
Fanatları döyüşünə görə ona Dəmir ləqəbini veriblər. Həbsxanada İslam dinini qəbul edib və bundan sonra özünə Malik Abdul Əziz adını götürüb. Həyatı ərzində 3 dəfə evlənən həmin şəxs kimdir? Buyur Şəbnəm. Mark Tyson. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 3 xal yazdırdım. Allah qapınızı açsın kateqoriyasından sonra nəticələriniz belədir. Bənövşə 0 xalım var, Aytən 2 xalım var, Şəbnəm 6 xalla hələlik birincisən. 3-cü kateqoriyamız beynəlxalq təşkilatlar adlanır. Beynəlxalq təşkilatlar kateqoriyasının birinci sualı Şəbnəm sənə səslənir, sual belədir. Bu təşkilat Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanı birləşdirən regional təşkilatdır. 1997-ci ildə yaradılıb. Bir ara bu təşkilatı Özbəkistan üzvü olduğundan onun adına həmin ölkənin baş hərfi də əlavə edilmişdi. Türkiyə və Latviyanın müşahidəçi dövlət olduğu və adında üzv ölkələrinin baş hərflərini birləşdirən həmin təşkilat hansıdır? Guam. Guama səhv cavabdır. Buyur Bənövşə. Guam. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım. Beynəlxalq təşkilatlar kateqoriyasının ikinci sualı Bənövşə sənə səslənir, sual belədir. Bu təşkilatda iqtisadiyyatı neftdən asılı olan ölkələr toplaşıb. Qərargahı Viyanada yerləşir. Bayrağı mavi və ağ rənglərdən ibarətdir. İngiliscədən dilimizə tərcümə etdikdə adı neft ixrac edən ölkələrin birliyi mənasını verir və bu sözlərin baş hərfləri ilə adlandırılır. Söhbət hansı təşkilatdan gedir? OPEC. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. Beynəlxalq təşkilatlar kateqoriyasının son sualı Aytən sənə səslənir, sual belədir. Bu təşkilat keçmiş SSR dövlətlərinin birliyidir. 1991-ci il 21 oktyabr tarixində yaradılıb. Hətta bir vaxtlar komandalarımızın 3 dəfə qalib olduğu Birlik Kuboku futbol turniri də Baltikyanı və bu təşkilata daxil olan ölkələrin çempionları arasında keçirilirdi. Azərbaycanın da daxil olduğu və adında əlifbamızın 2-ci, 5-ci və 19-cu hərflərini birləşdirən həmin təşkilat hansıdır? BMT. Səhv cavabdır. Buyur Şəbnəm. MDB. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 3 xal yazdırdım. Beynəlxalq təşkilatlar kateqoriyasından sonra nəticələriniz belədir. Aytən 2 xalım var, Bənövşə 5 xalım var, Şəbnəm 9 xalla hələlik birincisən. Son kateqoriyamız küçələrə su səpmişəm adlanır. Küçələrə su səpmişəm kateqoriyasının birinci sualı Şəbnəm sənə səslənir, sual belədir. Bakının bu küçəsi Heydər Əliyev prospekti ilə paraleldir. Bakılıların daha çox keçmiş adı ilə, yəni Çapayev kimi tanıdığı həmin küçə indi İranın 3-cü böyük şəhərinin adını daşıyır. Azərbaycan Dövlət Dəmir Yolu Litseyi də bu küçədə yerləşir. Nərmanov rayonunda yerləşən həmin küçə hansıdır? Təbriz. Tamamilə doğrudur. Təbrik edirəm, hesabına 2 xal yazdırdım. Söhbət Təbriz küçəsindən gedirdi. Küçələrə su səpmişəm kateqoriyasının ikinci sualı Bənövşə sənə səslənir, sual belədir. Mən sənin yanında dururam sənin, küçənin tinində dilənən qarı. Başından var dövlət yağan ölkənin bəxtəvər günündə dilənən qarı. Bu misraların müəllifi kimdir? Pas. Buyur Aytən. Pas. Buyur Şəbnəm. Bəxtiyar Vahabzadə. Səhv cavabdır və hesabından 1 xal çıxıldı. Söhbət məşhur şairimiz Ramiz Rövşəndən gedirdi. Çox təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Küçələrə su səpmişəm kateqoriyasının son sualı Aytən sənə səslənir, sual belədir. 1961-ci ildə çəkilən bu filmdə müharibədə itkin düşmüş Sara adlı bir qızın acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına qovuşmasından bəhs olunur. Rejissoru Əlisattar Atakişiyev olan həmin Azərbaycan filmi hansıdır? Solğun çiçəklər. Səhv cavabdır. Buyur Şəbnəm. Pas. Buyur Bənövşə. Pas. Söhbət Bizim Küçə filmindən gedirdi. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Bizim küçəni bəyənirsənmi, qızım? Çox gözəldir. Bizim küçəmiz. Üçüncü turun yekun nəticələri belədir. Aytən 2 xalla 3-cüsən, Bənövşə 5 xalla 2-cisən, Şəbnəm 10 xalla 7-ci mövsümün 10-cu oyununun qalibisən. Səni, valideynlərini, müəllimlərini və dostlarını təbrik edirəm ki, səni kimi ağıllı, savadlı gəncə sahibdilər. Bənövşə və Aytən sizsə üzülməyin, yaxşı mübarizə apardınız, 3-cü tura qədər gəldiniz, xal da yığdınız, amma bu dəfə alınmadı.
Bugün Ağıl Dəryasında 7-ci mövsümün 10-cu oyununun sonuna gəldik çatdıq. Əziz 11-cilər, əgər siz Ağıl Dəryasında iştirak etmək istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazim Xəliloğlu ilə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz AYN-isə. AYN-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual tele-şousunda iştirak etmək hüququ qazanırsınız. Tədris ilinin sonunda qalib iştirakçımızı sürpriz hədiyyəmiz gözləyir. Odur ki, qeydiyyatdan keçib iştirak edib qalib olmağa tələsin. Bu həftə isə məndən bu qədər. Harda olmağınızdan asılı olmayaraq ağlınızın iti olmağı diləyilə. Hələlik.